Salam, hər vaxtınız xeyir olsun. Əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər. 9 yaşlardan ibarət Respublika çempionatı 9 liqası və turun mərkəzi görüşlərindən birində bir yerdə, hansı ki bu görüşdə Dinamo Laçın və Süb komandalar üzə gələr, komanda uğurlar arzu edirik, güclü olan qalib olsun deyirik. Şimdi maraqlı məhsuldar oyun şahidi olacaq meydanın sağ tərəfdə. Süb kollektivi sol tərəfdə isə Laçın komandası yer alır. Kamal Bayramovun yetirmələri bugün nə edəcək? Referi işarəsində artıq qarşılaşma start götürdü. Hansı ki Kamal Bayramov dedim, yəqin ki sizdə bir təəssürat yarandı. Təcrübəli mütəxəssis, peşəkar karyerə malikdir. Biz onu Neftçidən, Turantopuzdan tanıyırıq və onun yetirmələrinə də arzum odur ki, onlar da Neftçidə, Turantovuzda, Premier Liga klublarda çıxış etsinlər. Hətta məşqlərini üstələyib top 5 liqada oyuncuları görək. Danyar Bayramov İsəli qazanan top. Ayxan Osmanlı rəqiblə mübarizə apardı. Yeni gələnlər biz xoş gördük. Bir daha xatırladıq. Köroğlu Spor İdman meydançasındayıq. U9 liqası 9 yaşlarından ibarət Respublika çempionatı Laçın və Süb komandaları üz-üzədir. Belki de olsuz beraberliği var. Geriye doğru bir əmlə idi. Müdaxilə gəldi, keçid vermədilər. Eydər Paşazadə müdaxilə etməyə bacarmışdı burada. Kamal rəqiblə mübarizə aparır. Kamal İsmailov uğurlamağa bacardı. Kamal topladı. Topunda qaldığı üçün zənimcə referi davam etdirdi. Qayda pozulmuşdu. Out Süb kollektivinin. Eydər Paşazadə. Ora, ağaç savur. Açıl. Polat biraz bura. Eydər. Ne onlar güzel. Allah'tan bir oluyor. Yusuf çok geç. Cina doğru ötürmə. Pressing tətbiq edirdilər. Açın oyuncular bir qədər təhlükəli gəldi. Zərbə çəkdi. Top qapıdan keçir 1-0. Laçın komandası 1, Süb komandası 0. Ümidək ki, Sübün tez bir zamanda buna cavab olacaq. Oyun mərkəzindən yenidən start götürməlidir. Yusuf Ağayev. Eydər Paşazadə. Cinahda bir komanda yolaşı var. Kapitan rəqiblə mübarizə apar, hansı ki Polat Camalzadədən bəhs edirdim. Laçın kollektivində qaldı top. Onların əmləsini izləyirik. Zərbə cəhdi. Burada müdaxilə var idi. Qazanmaq istəyib Kamal. Qarşılı top etkisi izlədik. Eydər Paşazadə. Səmti dəyişmək istəyir. Kapitan düşündü. Polat hərəkətlər, amma bu topa çatmaq mümkün olmur. Ekranda beğeniyə paylaşaq. Zəhmət olmasa bu gənclərimiz daha çox kütlə qarşısın, daha çox şəxs izləsin. Bu gənclərimizi zəhmət olmasa beğenək. Out. Burada bir toxunuş da gəldi. Laçın oyuncularından və top torlar da qovuşur. 2-0-2 cavabsız gol. Eydər. Kamal. Onun qarşısı kəsildi. Out. Süb kollektivinindir. Kamal topu komanda yolaşı üçün buraxdı. Eydər Paşazadə yaxınına top oyuna daxil etməlidir. Mərkəzə doğru ötürmə. Yusufun qarşısı kəsilmişdir. Laçının əmləsini izləyirik. Sürüşmə fəndilə müdaxilə etməyə bacardı. Top refer edildi və sərbəst atışlarda oyun bərpa olunmalıdır. Eydər Paşazadə. Mərkəzə doğru Yusuf rəqiblə mübarizə aparırdı. Cinata kapitan özünü göstərdi. Polat bir qədər ayaq saxladı. Yusuf yenidən Polatla oynadı. Geri qayıtmaq olar. Elə doldu Eydər. Sağ cinata Kamal özünü təklif edirdi. Gözəl ötürmələr izlədik. Kamal Bayramovun yetirmələrinə sağ cinatda
Polat başlayır. Üstün hərəkətlənməsi. Onun qarşı kəsilir. Out. Polat başlayır. Cərimə meydançası səndəvərində də məhz Süb adına 3 oyuncu var. Qarşısına bir qədər asma ola bilər. Yusuf. Hərçənd ki, burada Polad ötürmə də vermiş ola bilər. Ha. Bir. Bir qədər ayaq saxladı, geri ötürmə. Eydər, uzaq məsafədən endirilən zərbə. Ha. Alan buradan geri. Top qapıdan yan keçir. Çərçivə düşmə mümkün olmadı. Sal yerə. Xeyr, bu 9 yaşlarda mənim son görüşümdə bir daha qeyd edirəm. U9 liqası 9 yaşlardan ibarət Respublika çempionatı bu görüşdə Süb və Laçın kollektivləri üz-üzədə qaldı. Koroğlu Spor Sevgilmə meydançasında Laçın 2-0'lı üstünlüyü var. Bir ara ötürməsi istəyib, Laçın oyuncular topu elə keçirdi. Eydər komandalaşını sığortalayır. Döndə pressing edən oyuncu var, bu Ayxandır. Ayxan Osmanlı bir qədər pressing etdi. Eydər oyuncu. Yusuf. Laçının akrobatik zərbə çəkdi Daniyar. Əllə buraxdı. İkinci həmlədə top qapıdan keçir 3-0. Dinamo Laçın 3, Süb 0, Yusif, Kapital, mərkəzə doğru ötürmə, Yusif Ağayev. Öndə ötürmə istəyən oyuncu var idi. Ayxan Osmanlıya zərbə indirməyə imkan verilmir. Yan xəttə top oyuna daxil edilməlidir. Eydər Paşazadə. Eydər qapıya doğru, hətta qapıya bir başa zərbədir və gol! Eydər. Paşazadə fərqlənməyə bacarır, daha sonra Emin Mahmudovun trend alına gətirdi. Gol sevincini də son ifasında izlədik. Onlar da məhz Süb kollektivi də qapının kilidini açmağa bacardılar. Onlar adına da tilsim qırılır. 1-3, dedək ki, qolların ardı gələcək. Süb 1, Laçın 3. Qəbul eləməsi. İsmail pressing edirdi. Kamal da təzyiqə qatıldı. Kamal sökdü aldı top rəqibindən. Bir qədər öz irələdi. Ayaq saxladı. Mərkəzə doğru ötürmə Yusif. Tələsmir. Topun nəzarətini özlərində saxlamaq istəyirlər. Qismən də bunu bacarırlar. Ne kadar? Topa da bak. Kemal topa bak. Topa bak. Ay sağ ol topa bak. Başlasana oralara kaçma. Eydər! Danışır. Gel bırak. Nə qədər top oyuna daxil edilməlidir bir daha qeyd edək. Koroğlu Spor Sevgilmə meydançasında məhz U9 liqası 9 yaşlardan ibarət Respublika çempionatı Dinamo Laçın və Süb kollektivləri üzrədir. Laçının 3-1'li üstünlüyü var. Daniyar Bayramov. Mərkəzə doğru ötürmə Yusif. Kapitan. Zənimcə orada qayda pozulmuşdu. Bəli. Refer də bir qədər gözlədi. Daha sonra qayda pozuntusunu qeydə alır. Ekranı bəyənə zəhmət olmasa bəyənə paylaşaq ki, bu gənclərimiz daha çox kütləyə qarşılansın, daha çox şəxs izləsin. Onlara bir növ dəstəyiniz ola bilər. Kamal, İsmail Valdal Cəmlə. Mərkəzə doğru ötürmə, təhlükəli gəldi Laçın kollektivi. Dəfə artıq geri qayıdır. Kapitanın müdaxiləsi var idi. Polad. Daniyar Bayramov yerindədir yaxın. Buranı koy para kaç. Bu nöqtəni bağladı. Bu səfər rəqiblərini məyus edir. Eydər gel topa. Yatma. Eydər komandası adına yeganə qolun müəllifidir. Burada 2 oyuncu yerdə qalır. Bilərlə toqquşdular. Elə ki, hər iki komanda start heyətlə mübarizəni aparır. Təbii ki, əvəz etmələr başlayan zaman bunu da nəzərinizə çatdıracağım. Süb adına potensial əvəz etmədən bəhs edəcəm. Hansı ki, verilən dəqiqələrdə biz 10 nömrə Qənimət Bakılı bir meydanda görə bilərik. 11 Camal Rüstəm. 44 nömrə Tunar Bəşirli və komandanın digər qol kiperi Həsən Baxşalızadə və Kamal Bayramov. Onları nə zaman şanslanacaq.
Heydər Paşazadə yan xətdən top oyuna daxil edilməlidir. Heydər qapıya doğru. Müdafiənin müdaxiləsi vardı. Korner, üçüncüdən zərbə. Yusif, uğlavoydu. 9 yaşlılardan ibarət Respublika çempionatı U9 liqası. Koroğlu Spor Seyretmə meydançasındayıq. Məhz Dinamo Laçın və Süb kollektivləri üzrədir. Laçının 3-1'lik üstünlüyü var Süb önündə. Cəld hərəkətləndirmək isə Heydər. Burada səhvini düzəltdi Polad. Kapitan topladı Camalzadə. Aldadıcı həmlələr. Polad cinağı dəyişdi. Kamaldır bu. Kamal İsmailov. Önü bağlıdır. Bir qədər geri qayıtdı Heydər. Polad oynadı. Mərkəzi Yusuf özünü göstərmişdi. Yusuf önü aldı. Burada yenidən Poladı düşünə bilərdi. Son müdaxilə Heydərdən. Hadi, играй Polat. Polat kapağını zoppan koyasın. Polat. Ay Polat, o kapını bağla. Kapı günahdadır. Karşılaşmada artıq 11 dəqiqəni geridə qoymuşuq. Və 4 golun şahidi olmuşuq. Daha bir zərbə. İmkan vermədi Polad Camalzadə. Kapitan rəqibinə yayma bazar ötürmək Kamal İsmailov. Təhlükəli gəldi Süb kollektivi. Kamal. Sonradan müdafiə. Polat, ay Polat. Unanda elə dur ki, qapı sənin arxanda bağlansın. Koridor bağla. Polat gedir, Polat. Yusuf, gel istə. Yaxətən top oyuna daxil edilməlidir. Kapitan bu səfər top oyuna daxil edəcək. Polad Camalzadədir. Cərim meydançasında verdi. 3 komanda yolaşı vardı Polad. Qapı qarşısını ötürmək istəyib. Eyb yox, eyb yox. Kes. Uğurla tamamlamaq mümkün olmadı. Kes. Akan, res. Sötürmə ilə başladı Laçın kollektivi. Yusuf, sən orada. Kəsi də keçməyə bacardılar. Yusuf Ağaya pressing edir və qayda pozulub. Refer epizoda yaxın edib və epizodu qayda pozuntusu kimi dəyərləndirir. Ha, çok getdi. Hadi qatovsa. Zəhmət olmasa ekranlarımızı bəyənək paylaşaq. Bəyənənlər var, aşağıdadarız görürəm, sizlərə ricam edərəm. Digərləri də bəyənək qatılsın. Bir daha xatırladacağım. U9 liqası, 9 yaşlardan ibarət Respublika çempionatı Koroğlu Spor Seri İdman meydançasında bu görüşdə Dinamo Laçın və Süb kollektivləri üzrədir. Laçının 3-1 üstünlüyü var Süb önündə. Oyuncu götür, oyuncu. Geriyə doğru ötürməm. Yüksəli qazanan top. Kamal İsmailov ön alma bazardı. Kamal ötürməsi burada bir-birlərini tam başa düşmədilər. İndirilən zərbə yan xətdən. Yan xətdən top oyuna daxil edilməlidir. Yəni fasilədən öncə hesabda dəyişiklik olacaqmı? Oldu dəyişiklik, baş tutdu. Fərq yenidən 3-ə yüksəlir. Dinamo Laçın 11 nömrəli oyuncusu məhz topu torlara yoluma bacardı. 4-1. Heydər Paşazadə bir qədər ayaq saxladı, mərkəzə doğru ötürmək Yusif. Polad Camalzadə tələsmir geri ötürmək Heydər. Yusif davam etməyə bacardı, ötürməsi Polad. Təzyiq də var. Laçın kollektivi öndə təzyiq edir Kamal İsmailov. Kamal bir qədər ayaq saxladı Heydər. Öndə Ayxan özünü təklif edir. Bir an ötürməsi, gözəl ötürmələrlə top müdafiədən çıxardılar. Və isə top artıq meydanı tərk etmişdi. Gir qapıya atan. Yapsın sava hər kəs meydan rəqabətinin səsindədir. Süb adına təhlükələnmə ola bilər. Qapıya doğru bir cəhdidir burada. Qapçı müdaxilə etdi mi? Refer mərkəzi göstərir. Heydər Paşazadə dublunu rəsmiləşdirdi. Məsələ ilk qol da out zərbəsində yan xətə topun oyuna daxil edilməsindən sonra gəlmişdi. Hansı ki orada qapçı müdaxilə etməsəydi gol qeydə alınmayacaqdı, amma Heydər sanki rəqibi vadar etdi toxunmağa, belə qeyd edək.
Ayxan. Və 2-4 oldu, fərq bir qədər də azaldı. Qorxma topdan. Pəsi gedən, sözü gedən oyuncu müdaxilə edib. Korner. Get axıra gələ. Get axıra gələ. Mərkəzə doğru ötürməyə qarşılıqlı mübarizə edir Yusuf Ağayev. Bir qədər uzaqlaşdırmaq həmləsi ilə Polad Zamalzadə pressing edib. Bu qazanmaq isə Polad refer davam edib. Yusuf də təzyiqə qatıldı. Yusuf! Yusuf! Gel bura. Polat! Yan xəttinə top oyuna daxil edilməlidir. Yenə topun arxasında Heydər. Qapıya doğru əmlədi. Bu səfər müdafiəçilər qapısının önünü bağladılar. Korner. Standart vəziyyət. Duran top şansı məhz Süp adına. Və Kamal Bayramov oyuncularına isim hərəkətlər etməsini istədi. Bir neçə dəqiqə sonra biz əvəz etmələrin şahidi ola bilərik Süp adına. 2! Yerlə ötürmək istəyi alınmır. Yusuf Ağayev. Daha bir kornermi? Bəli, bəli. Ədalət təmsil edənlərin fikir deyin. İncinatdan yenidən küncdən zərbə olacaq. Kemal gel içeri. Zərbə meydansası daxilində sonuncu var Süp adına. Görək bu vəziyyəti necə yerinə yetirəcəklər. Ref tapşırığına bənzəyir. Heydərə zərbə imkanı verilmir. Tut tez. Ayxan başlamasın. Bir Ayxan. anlıq referdə nəzər yetirdim ki, burada qayda pozuntusu var idi. Heydər Paşazadə riskə getmədən top meydandan çıxardı. İsim hərəkətləri edən oyuncular Süp adına indi bu əmlədən sonra bəhs edəcəm. Daniel uzandı, kəmlədə top özündə saxlama bacarır. Qənimət Baxşəliyev isim hərəkətlər edir. Onun yanında Camal Rüstəm və Tunar Bəşirli. İrələn dəqiqələrdə biz onları da meydanda görə bilərik. Heydər. Bəli, ilk hissədir. Fasilə desəm, mən çalışacağam ki, bütün suallarınızı cavablandırım. Təxmin olaraq son 3 dəqiqə ilk hissədə. Heydər. Qapıya doğru daha bir əmlə idi. Dirəkdə dəydi. Son anda deyəsən müdafiəçilərə toxunubdu. Ədalət təmsilçisi korner işarə edir. Yaşlardan ibarət Respublika çempionatı U9 liqası. Köroğlu Spor Seyidimə meydancasında Dinamo Laçın və Süp kollektivləri üzrədir. Laçının 4-2 üstünlüyü var Süp önündə. Son müdaxilə Yusuf'dan gəldi. Ağayev top meydandan çıxardı. Cina doğru ötürmə. Kapitan Polad. Rəqibindən sıyrılma bacarı Polad ötürməsini də verdi Yusuf. Yusuf Ağayev 2 nəfərin həyətəsində topu çıxarmaq istəyir Yusuf. Top elə də onda qaldı. Top sanki ayağına yapışıb. Kamal İsmailov mərkəzə doğru Yusuf. Və Kamal ötürmə çatmır. Son müdaxilə. Laçın 22 nömrəli oyuncusundan out. Zənimcə. Yusuf getmə, Yusuf getmə. Süp kollektivindən yana olmalıydı, bəs elə də oldu. Kamal gel istə. Kamal gel istə. Gel istə. Böyle outu necə yerinə yetirəcəklər, ötürmə ilə başladılar. Ay Kamal. Ay yaxşı da gel istə deyirəm. Nədən qorxursan? Heydər. Heydər. Polad topu komanda yolaşı üçün buraxdı. Heydər Paşazadə. İki komandasının 2 qolunda müəllifi odur. Heydər qapıya doğru əmlə. Bu səfər qapısı uzaqlaşdırır. Təkrar əmləyə imkan verilmir. Yüksəlik qazanan top. Kamal İsmailov öndə pressing edir topu qazanmaq üçün. Qapıdan topu çıxarma bacardılar. Ta ki Yusuf'la üzləşənə qədər Ağayev Sal qabağında Kamal. rəqiblərinin qarşısını kəsməyi bacarır. Qapı tərəfə. Sal qabağında. Ay işte. O tərəfə. O orada. Kamal, qapı burada deyil, qapı oradadır. Açıl Heydər. Yan xəttinə top oyuna daxil edilməlidir. Heydər Paşazadə. Heydər Cina doğru. Yusuf Ağayev. Heydər.
Ayxan gel. Ne gəlsən burada? Get ora. Tələsmə. Tələsmə. İşte, məsələ istə. Sən hakimdən istə, ondan yox. Hakimdən istə, oyuncudan istəmir. Yəqin ki, qapıya doğru bir baş şəmlə izləyə bilərik. Hətta bir ötürmə idi bu. Axıra qədər Ayxan. Orada Ayxan asmalı toxuna bilmədi. Nefer də saatına nəzər yetirir. İkisi də son epizodlar, son cəhlərdir. Bunu xatırlatmasını edir. Burada Ayxan əzimkarlıq göstərdi. Azərkeşlərin dalğışını qazanmağı bacardı. Balaca Amalzadə mərkəzə doğru Allaca əmlələr izlədik. Danyar Bayramov yerindədir. Evet, verir ki, hissəni bitir. Komandalar fasiləyə yollanır. Emulatsın kollektiv fasilə 4-2 hesabında yollanır. Süp önündə heç yer ayrılmırıq. Fasilədən sonra yenidən bir yerdəyik.